Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Gördüyünüz bu insanlar Yasamal rayonu, Əjdər Babayev küçəsi, Qədirli, Yunis Dağlı, İsmail bəy Qutqaşınlı, 2-ci Nərimanov, Cəfərov qardaşları küçəsində yaşamış, 2023-cü ilə qədər yaşamış insanlardır. Bu insanları 2023-cü ildə onlara deyirlər ki, Bakı Şəhər İcra Hakimiyyətindən köçürülməklə bağlı olan komissiyanın üzvlərindən Zülfəli müəllim və digər şəxslər onlara deyirlər ki, 2200 manatdan kvadratı sizlərə buradan köçürülürsünüz və sizə yaşadığınız mənzilin hər kvadratı üçün 2200 veririk və əlavə də sonra sizə 500 manat verəcəyik. Lakin onların bu dedikləri sonralar bağlanan müqavilədə öz əksini tapmır. Bu gördüyünüz insanlar isə ümumilikdə 130 ailədir və onlar da üst-üstə gələndə 2000-ə yaxın adam eləyir ki, 2000-ə yaxın evsiz yaranıb. Onlara deyiblər ki, burada park salınacaq. Lakin indi bəlli olur ki, park deyil, rezidensiyalar olacaq, pilot layihələr olacaq. Və bu adamlara deyirlər ki, bunların gedən yeri yoxdur. Əksəriyyəti şəhərdən kənarda, Masazırda, Binəatçılıqda və digər daha uzaq yerlərdə, Hövsanda, yararsız, makler üsulu ilə satılan, alqı-satqı edilən sənədsiz evlər alıblar və onlar da sonunda bəlli olur. Çünki onlara verilən pulla, baxmayaraq şəhərin mərkəzində yaşayırdılar, onlara verilən pulla şəhərin mərkəzində heç bir otaqlı almaq belə mümkün değildi. Əksəriyyəti 30-40 min pul alıb, 60 min, ən çox alan 60-70 min pul alıb ki, o pulla şəhərdə heç bir otaqlı mənzil belə almaq mümkün deyil. Və bu adamlar nə istəyirlər? Bu adamlar deyirlər ki, onların haqları var. Onlar demək olar ki, Dağlı məhəlləsinin aborigenləridirlər. Onların ulu babaları, nənələri, Cəfər Cabbarlının o zaman yazdığı hekayələrdə əksini tapan bunların ulu babaları olub, nənələri olub ki, onlar əvvəldən orada yaşayıblar. Bakının dağüstü ərazisində yaşadıklarına görə onlara Dağlı məhəlləsi, Sovetski və digər bu kimi adlar qoyublar. Və bugün bu gördüyünüz insanların bura yığışmasında məqsəd dövlətçiliyə qarşı çıxmaq deyil. Dövlətdən, Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident Cənab İlham Əliyevdən, eləcə də birinci vitse-prezident Mehriban xanım Əliyevadan, həmçinin Azərbaycan Respublikasının ombudsmanı xanım Səbinə Əliyevadan kömək gözləyirlər ki, onların problemləri həll olunsun, bu adamların da mənzilləri olsun. Bu adamlar şəhərin mərkəzində yaşayırdılar, kvadratları az da olsa, məhəllə idi, qonum, qonşu, dədə-babadan burada yaşamışdılar və o şəraitə də öyrəşmişdilər. Əslində bu adamların təkcə yaşadığı kvadratı veriblər. Onların evinin tikildiyi torpağın ərazisinin pulunu isə, torpağın pulunu isə verməyiblər. Bu ərazidə isə bildiyimiz kimi qiymətlər çox bahadır tikinti üçün, tikinti məqsədi üçün alınan həmin torpaqları iş adamlarına çox baha qiymətə satırlar və tikilən mənzillər də çox mərtəbəli binalar olduğuna görə kifayət qədər pul qazanırlar. Qazanın, bu qazandığınız pullar sizin olsun. Amma bu gördüyünüz kasıb, köməksiz, yaşlı insanlar var ki, onlar ailə başçısıdırlar və ailələri üçün cavabdehdirlər. O alınan pullardan tutaq ki, ana oğlu ilə yaşayırdı, gəlin və ya digər kompakt yaşayan ailələr var idi ki, indi o ailələr ailə olaraq bölünəndə əllərində qalan pulla heç ev yiyəsi nədir, daxma sahibi də olmurlar. Və bu adamların niyyəti ölkədə dövlətə qarşı çıxmaq deyil, etiraz aksiyası keçirtmək deyil. Ona görə də balaca bir yerdə yığışıblar ki, sözlərini desinlər və onları eşidən olsun. Bugün Bakıda VUF 13 keçirilir. Yəni dünya urbanizasiya, yəni şəhər salma ilə bağlı. Və bu adamlar da istəyirlər ki, həmin forumun qabağında gedib aksiya eləməsinlər. Bu adamlar istəyirlər ki, onları bax burada eşitsinlər. Bu balaca otaqda bunların o şəhər salmalarında şəhər salanların bu adamlara töhfəsi olsun ki, bu adamlara ev versinlər. Gəlin onları dinləyək, görək onlar özləri nə deyirlər. Mən hər halda mənim bildiklərimlə onların deyəcəkləri, kimlərə müraciət ediblər, niyə bunlara problemlər yaradırlar, niyə onları get-gələ salıblar, məmur qarşı durması və hansı məmur onlara bax bugün bu vəziyyətə qoyub ki, onlar çıxıb efir qarşısından prezidentə müraciət edirlər. Naibə Əliyeva, İsmail Qutqaşenli 16, ikinci qrup 50 ilə onkoloji xəstəyəm.
2023-cü ildə bizim evlilərimizi Zülfəri İsmailov, Nazim Əliyev bizi köçürdülər oradan. Buranı dövlət abadlaşdırma yeridir, nə bilim park salınacaq adını bizi oradan çıxartdılar. Bizim də, mənim də 37 kvadrat sahəm var idi. Qızımın ailəsi ilə bir yerdə yaşayırdım. Bizim adama 40.000 pul düşdü. Mən özüm getdim Binə Savxozda sənədsiz bir evi almışam, orada yaşayıram. Heç orada qeydiyyatda mümkün deyil. Qızım isə qalıb kvartalda yaşayır, özünün də evində gələcəyin əsgəri böyüyür. İndi biz bu şikayətimizi, biz əvvəldən bilmədik ki, burada park olunacaq. Bizi aldatdılar. İndi biz bilmişik ki, burada pilot layihədir, burada evlər tikiləcək. Biz ən gözəl yerdə yaşamışıq. Alur Güllələrin yanı, Şəhidlər Xiyabanının yanı, şəhərin ən gözəl yerində yaşamışıq. İndi gedib düşmüşük kənar bir yerə. Biz indi prezidentdən də xahiş edirik. Mehriban xanımdan da xahiş edirik, bizə kömək eləsin. Azərbaycan Respublikasının qanununda, deməli ki, 29-cu maddənin 4-cü hissəsində deyilir ki, dövlət əhəmiyyəti üçün, dövlət üçün alınan mülkiyyətin dəyəri ədalətli şəkildə ödənilməlidir. Amma bizə bu ədalətli şəkildə ödənilməyib. 2200-dən bizə pul verilir. Biz indi xahiş edirik prezidentdən. Biz ərizələr yazmışıq. Yenə də yazırıq, cavablar gəlir bizə. Hamısı göndərilir Zülfəri İsmailovun üstünə. Biz xahiş edirik, bizə kömək eləsinlər. Bizim səsimizi prezidentə çatdırasınız. Məmmədov Ənvər, Bakı şəhər sakini, Yasamal rayonu, Yunus Dağlı küçəsi 19. O xanımı dediyi kimi, mən çox uzatmaq istəmirəm. Zülfəli, hamını anlatdı. Zülfəli İsmailov? Bəli, İsmailov. Bundan başqa bir söz demək istəyirəm. Bir neçə il bundan qabaq dövlət məmuru Abid Şərifovun bir sözü vardı televizorda, çıxış yerində qulaq asdım. O dedi ki, kimin evləri sökülür, kvadratları balacadırsa, onlar 100% nəzərə alınaraq onlara biraz artıq pul veriləcək. O xanıma dediyi kimi bizi anladıblar. 2200-dən verilib, şəhərin mərkəzində, hər şey ayağımızın altında, istədiyimiz yerə gəlirdik. Adiyyatı olan yerlərə müraciət olunub. Hər yerə demişik. Yəni ki, ərizə də verilir, çıxışını eləmişik, amma bunun heç bir əhəmiyyəti yoxdur. Bizim yalnız bir çarəmiz var ki, dövlət başçısına öz fikrimizi bildirək, Mehriban xanım öz fikrimizi bildirək. Qoyacımız onlar bizim bu neçə deyirlər, qara cəmaatın gününə bir gün ağlasınlar. Dərdinə. Çünki mümkün deyil. Yəni cəmaatı ağladılar. Yəni bu qədər şərəfsizlik olmaz, insafsızlıq olmaz. Ataların bir gözəl sözü var. Özünə rəva bilmədiyi, başqasına rəva bilmə. Mən daha başqa söz demək istəmirəm, hamıya bəllidir. Osmanova Həbibə. Biz Əjdər Xanbabayev küçəsində yaşayırdıq. Bizi Zülfəli allatdı, dedi ki, kvadratımı da, 40 kvadratımı da kəsdi, özümü də hədələdi ki, uşağı tutub aparacam. Sovetskidə belə uşaqları mən şərrəmişəm. Mən də qorxumdan uşağıma görə dedim ki, cəhənnəmdə gedim. Razılıq oldu, getdim. Amma ki, suyun içində mən işimə piyada gedib, piyada gəlirdim. Evimin içi idi, piyada gedib, piyada gəlir. İndi Masazırın düzündəyəm, su padvalıma dolub yardan suyun içindəyəm. Mən də Mehriban xanımdan xahiş eləyirəm. Mehriban xanım əgər ora gəlmiş olsa, heç xahiş, özümüzü qəbul eləyir. Biz sözümüzü ona deyərik, bizim sözümüzə də əlac eləyər. Buracan. Məmmədova Filan, Yunus Dağlı ev 11-də yaşayırdım mən. Deməli, 2023-cü ildə 64 saylı sədri Sədullah bəy, Nazim Əliyev, Zülfəli İsmailov tərəfindən bizə evlərin boşaldılmasını təhdidlə, yəni evləri təcili olaraq vaxt verdilər, boşaldılmasını tələb elədilər. Və dedilər ki, abadlaşma gedir, burada park salınacaq, pilot layihə olmayacaq, evlər tikilməyəcək, buranı azad eləməlisiniz. Biz də bir ay ərzində evimizi tərk elədik, təhvil verdik. Mənim 51 kvadrat qardaşımla bir yerdə evim var idi, tərk elədik. Deməli, bizə 3 ailəyə 113.000 pul verdilər. Onu bölüşdük, hərəmizə 30.000, 35.000 pul düşdü.
Bir nəfər yalnız ev ala bilmişik ki, Zabratda, Məhəmmədi kəndində, o da su basır, makrotiklərin ev keyfiyyətsiz, qəzalı vəziyyətdə. Hal-hazırda çox pis vəziyyətdə, Neçə qəzalı. nəfər yaşayırsınız orada? 3 ailə yaşayırıq orada. Neçə otaqdır? 3 otaqdır, 3 ailə, amma ki, qəzalı vəziyyətdə. Altından yəni su çıxır evin, çox qəzalı pis vəziyyətdə. Bax, siz indi nə istəyirsiniz? İndi Onu biz deyin. yardım istəyirik. İstəyiniz Bizə nədir? dedilər ki, biz çıxarkən orada qiymət 2700-dən idi, amma bizə verdilər 2200-dən. Niyə? Dedilər ki, bu qədər verilir. Sonra sizə kompensasiya veriləcək. Ödədilər o kompensasiyanı? Xeyr. Səbəb 500 nə manat göstərdilər? Heç nə, dedilər ki, artım olarsa sizə mütləq yardım ediləcək, amma bura sroçunu, buranı təcili boşaltmalısınız. Biz də boşaltdıq evlərimizi, gözlədik, müqavilə istədik, getdik, müqaviləni bizə vermədilər. Notarial kontorda dedilər ki, gedim JEK-dədir, JEK ora yolladı bir-birinin üzərinə. 2 ildən sonra müqavilələri aldıq əlimizə, məhkəməyə verə bildik, axır ki, hüquqlarımızı tələb Qərar nə oldu? Hal-hazırda da gedir. Hazırda gedir. Harda? Bəli. Yasamal məhkəməsində, yoxsa İnzibatidə? Yasamal rayon məhkəməsində oldu, indi apellyasiya vermişik. Yenə də davam eləyəcəyik, yəni ani məhkəməyə lazım olsa veriləcək. Yəni ki, paralel bütün deməli nazirliyə, Nazirlər Kabinetinə, Milli Məclisə hər yerə müraciət eləmişik. Deputata hər yerə müraciət eləmişik. Deputatınız Prezident kimdir? aparatına gedib gəlmişik. Elkin müəllim. Aha, Hə. aha. Deməli, prezident aparatına dəfələrlə gedib yardım istəmişik. Hər biri bizi Sizə yenə- cavabları nə oldu? bizi yönəldilər Yasamal rayon icra hakiminin üzərinə. O da bizi indi axır zamanı Problem orada dayanır. heç qəbul eləmir. Axır zamanı. Hə, bir-iki dəfə qəbul elədi, hə, baxılacaq, amma söz verdi, yəni arada heç nə yoxdur. Yenə də bizi ora-bura yönə biz məcbur. Yasamal rayon icra hakimiyyətini məhkəməyə vermisiniz? İcra hakimini məhkəməyə yox verməmişik. Zülfəli İsmailovu vermişik Ah, məhkəməyə. Bakı şəhər icra hakimi. Nazim Əliyevi, bəli, onları. Hə, indi yox, Yasamal rayon icra hakimindən biz kömək istədik. Yardım Yasamal rayon istədik. icra hakimiyyətinin başçısının vəzifə borcudur ki, öz vətəndaşlarının Yəni qeydinə onun qalsın. üzərinə bizi yönəltdilər, amma biz yardım görmürük hələ də pis vəziyyətdə. Yəni evlərimizə düşə bilmirik qeydiyyata. Çünki evlər çoxsu hələ sənədi də yoxdur. Sənədə də müəyyən qədər pul lazımdır. Evlər remont olunmalıdır. Yəni ki, o bizə söz verdikləri pulu vermirlər kompensasiya. Kompensasiyanı Hə. ödəmirlər. İndi amma orada hal-hazırda bizim evlərin yerində pilot layihə ilə katlavan 7000-dən bizə deyirlər Kvadratı siz çıxın, 7000 bəli, manatdan. bəli, satırlar. Bu da hal-hazırda orada pilot layihə ilə evlər tikiləcək. Yaxşı qazanırlar, qazansınlar. Nə qədər onsuz da biz ziyan çəkdik. Onsuz da biz evsiz, eşiksiz qaldıq. Bizə də yardım etsinlər. Biz müraciət edirik prezidentimizə, Ali Baş Komandana, biz müraciət edirik Mehriban xanıma, Birinci xanıma. Çox xahiş edirik. Bizə bu xalqın, biz vətəndaşıyıq da bu ölkənin. Çox pis vəziyyətdə bizi qeydiyyatdan da çıxarmaq istəyirlər. Artıq çünki biz qeydiyyatdan çıxsaq hara düşəcəyik? Bu qədər insan Yenidən bir problem çıxacaq. Təsəvvür edin ki, hər bir vətəndaşın burada duranları, hərənin ailəsinin içində 3-4 dənə ailə var. Bilirsiniz, biz 4 ailəyik, qardaşım da var elə. Bu qədər insan özü oğlu hərbiçidir. Bunlar hara düşəcək propiskaya? Bizə yardım etsinlər ki, biz propiskaya düşək. Heç olmuyor, aldığımız o evləri bitəri bir remont edib, biz də bilirik. Şəhərin mərkəzindən gedib düşmüşük, ucqar yerlərə, işimizi itirmişik. Çox pis vəziyyətdə yaşayırıq. Amma çoxsu da heç o bərbad evi də ala bilmir. İnsanların çoxsu evsizdir. Kirayələrdədir, çünki pulu az verdilər. Lazımı qədər o pulu heç nə almaq, 30 minə, 35 minə nə almaq olardı ki? Bu qədər. Mən Quliyeva Solmaz, Qədirli küçəsi, 1-5-də yaşamışam. Bizim şikayətimiz Zülfəli müəllimdən, Nazimdən, bir də ki, bizim Sabdomumuzdan da şikayətimiz. Evlərimizi söktük, bizə hər kvadratına, mənim kvadratım 30 kvadrat idi. Biz orada 3 ailə yaşamışıq, mənim 2 qızlarım, ailəsi ilə bir də mən. Mənə cəmi 66 min pul verdi. Onu da mən uşaqların arasında böldüm. Mən özüm nəvəmin yanında propiskaya düşmüşəm, yaşamışam. İndi bu dəqiqə hal-hazırda, masazırda nəvəmin yanında qalıram. Mənim evim yoxdur, ev almamışam mən. O pula ev ala bilməzdim. Gəldim, gördüm ki, qapımı, pəncərəmin hamısını söküb çıxardım yerindən. Bizi allatdı, dedi ki, burada bağ salacaqlar. Özümüz də
Təhlükəsizlik Nazirliyinin arxa qapısına üzbəüz yaşayırdıq. Ancaq sonra məlum oldu ki, pilot layihədir, orada ev tikəcəklər. Əgər belə bir şey var idi, bizim evimizi saxlayırdılar, bizə elə orada ev verirdilər, öz məhəlləmizdə. Çünki bizim evlər dədə-baba evimiz olubdu. Nənəmizdən, babamızdan qalan evlər 100 ilin evləridir. Lap balaca da olsa o bizim üçün dünyalara dəyərdi. Mən xahiş edirəm, necə bütün burada olan insanlar hamısı kasıb insanlardır. Bir dənə bunların içində dövlətli adam bizim aramızda yoxdur. Mən hörmətli prezidentimiz Ali Başkomandanla, onun xanımı vitse-prezident Mehriban xanımla, ombudsmanımızdan, bütün güc struklarına artıq dərəcədə xahiş edirəm. Bizə nə ki kompensasiya düşür, onu bizə versin. Hamı kasıbdır. Çünki hamının evi bərbad gündədir. Makler evləri necə tikilib? Artıq dərəcədə xahiş edirik. Bizə nəzərlərinə götürsünlər bizi. Məmmədzadə İlhamə, Yunis Dağlı 1, Durov 21 küçəsində yaşamışıq. 14 kvadrat olub, 30 min pul veriblər. Zülfəli deyilən adamlar tərəfindən hamımız bir nəfər kimi alqaldırılmışıq. Park adı ilə evlər sökülüb. Bugünkü gün bilirik ki, pilot layihədir. Pilot layihə bilsəydi, biz elə buradan ev alardıq. Praktikaya düşməyə, qeydiyyatda düşməyə yerimiz yoxdur. 14 kvadrat 30 minə heç nə ala bilmədik. Baldızım da gözləyirdi. Neçə illər ümidlə yaşamışıq ki, Ev verəcəklərsə. evimiz olacaq, mən də öz evim olacaq, baldızımın da öz evi olacaq. Bugünkü gündə bircə oğluma ev elədim. Kirayədə qalırıq bugünkü gündə. Bunu yoxlaya da bilərlər. Bugünkü gün bizim yazdığımız 8 aydır. Bizim bütün strukturlara, Nazirlər Kabinetinə, Milli Məclisə, Bakı Şəhər İcra Hakimiyyətinə, hər bir yerə, ombudsmana yazdığımız teleqramların cavabıdır. Hamısı yazılan cavablar götürüb Bakı İcra Hakiminə, o da Zülfəli İsmailov dərkənarını özü qoyur. O dərkənarı özü qoyur. Bugünkü gün biz Ali Başkomandanımızdan, Mehriban xanımdan xahişimiz odur. Bizə bir məsələmizə baxsınlar, müraciətimizi qəbul eləsinlər. 130 nəfər ailə adından xahiş edirəm, cənab prezidentimiz. Düşmən qabağında ləçəklərini açıb atırlar. Bugün mən onu eləmək istəməzdim. Çünki mən Azərbaycan Respublikası vətəndaşıyam. Bizə bir çarə qalın. Heç bir əlimiz çatmır bizim. Xahiş edirəm. Sağ olun Mələkə. Allah verdir yalçın, sağ olun. 2023-cü ildə Qədirli 24 küçəsinin ünvanında yaşamışam. Qədirli küçəsi, Qədirli 24. Qədirli 24. Ünvanında yaşamışam. Oradan bir çıxanda Lütfəli mənim dedi ki, orada Zülfəli dedi ki, bəs şeydir, qaldırma söhbəti olmayacaq da qiymət. Ancaq 2200-dən olacaq. Sonra mənim kvadratda 56 kvadratım var idi, 56 kvadrat. Götürdülər 55-dən hesablayıblar. Yəni sənəd və subutla da eləyə bilərəm. Sonra burada bu müqavilədə alıq-satqıda bax burada bu vətəndaş kimdir? Bilinmir, şirkət sahibidir, dövlət sahibidir. Yanına istifadə edirlər, pülsovat edirlər, hamısını bütün çıxarışma cəmaatı. Bax pülsovat edirlər bağlı. Buradan kimdir? Əlizadə Rauf Əsədoğlu. Bilinmir. Tanımıram mən baş ümumiyyətlə. Üzünü də görməmişəm. Sonra burada da yazır ki, kompensasiyadan mən nəinki, mənim kimi vətəndaşlar etiraz edir. Bunu saxta şeylə, saxta sənətlə, saxta şeylə, farsçı şeylərlə, alınma yolu ilə sərf edir. O beləsinə. Sonra bax, yəni təsdiq edir subutla. Bax, bu adam bilinmir vətəndaş kimi. Tanımadığınız adamın sizlə müqavilə bağlayıb. Bəli, bu müqaviləni mən görməmişəm. Əslində görməmisiniz müqaviləni. 2023-də vermədilər xanım. Alıq-satqıya mənə o çəkdirdilər, alıq-satqıya. Bəs amma müqaviləni görmədim. Müqaviləni mən hardasa 1-3-4 ayda götürmüşəm. Əməlli başda burada saxta şeylə, etirazçı, kompensasiyada mən etiraz edirəm. Mən bunu başa görməmişdim mən. Təzəlicə götürəm. Təzə veriblər onu sizə. Hə, baba bu barağı mən almamışdım müqavilə ilə. Müqavilə ilə alıq-satqıya qol çəkilib burada. Burada da yazılır ki, alıq-satqıdır, müqavilə deyil. Sonra burada da maddə var da, konstitusiya. Danışın. Azərbaycan Respublikası konstitusiyası var da burada. Yəni mən yazılı surətimi Allah verdi yalnız. Təsdiq subutla göstərir ki, mənim 56 kvadratım vardı, 55 kvadratla.
Sonra Zülfəri mənim yanına getdi, dedim ki, bəs şeydir, kasıb insanlarıq da, belə eləmək ki, dedi, qalxmayacaq. Bunu layihə ilə başladılar şey eləmək, 2700-dən. 2700-dən hər kvadratda 500 manat verməli, içmək yaxşı. Neçə kvadrat idi sizin 56 kvadrat. 56 kvadrat metr. 55 hesabladılar. Aha. Üzr istəyirəm, o Palbalazada hesablamalar yəni ki, amma orada qeyri-qanuni mən iş görməmişdim, mən artırma elə bir şey. Dedim, mənim haqqımı ver də, qardaş, mənim özümə bir kvadratını niyə almaq? Təsərrüfat sahəsini verməyiblər. Hətta təsərrüfat sahibi orada Zülfəli müəllimdir. Bir nazim idi, Zülfəli müəllim biz gəlməmişdi. Nazim müəllim gəlmişdi, bir də 2 dənə nümayəndə gəlmişdi, arxitektor. Olay gəlmişdi, yəni ki, ölçü biçməyə. Mən xahiş edirəm, bizim dövlət başçısından, cənab prezidentdən, İlham Əliyevdən, bir də hörmətli Mehriban xanımdan xahiş edirəm ki, bizi bu məsələyə kömək eləsin. Yəni burada qanunsuzluğa yol verilib. Xahiş edirəm hər iki rəhbərdən. Sizə kömək eləsinlər ki, mənzillə təmin olunasınız. Vətəndaşların adından, hamımızın adından xahiş edirəm bizə kömək olsun. Yəni sənəd sübutu mən təsdiq edə bilərəm. Çox sorunlu yoxdur. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, burada 100-ədək adam var. Onların əksəriyyəti yaşlı adamlarla digər tərəfdə əyləşiblər. Və onlar düşünürlər ki, onların bugünkü günündə onlara kömək lazımdır, onlara dəstək lazımdır. Onlar dəfələrlə həm Bakı şəhər icra hakimiyyətinə müraciət ediblər, əlaqədar təşkilatlara müraciət ediblər, vətəndaşlıqları vətəndaş qeydiyyatı olduğu Yasamal rayon icra hakimiyyətinə dəfələrlə kömək ediblər və onlara bildiriblər ki, güya həmin kompensasiya bu sakinlərə ödənəcək. Nəzərinizə çatdırım ki, artıq 6 küçə var ki, bunlardan biri Əjdər xan Babayev küçəsi, Qədirli küçəsi, Yunis Dağlı küçəsi, İsmail bəy Qutqaşınlı, 2-ci Nərimanov və eləcə də Cəfərov qardaşları küçəsi daxil olmaqla 130 ailə, 2000-ə yaxın sakin evsiz qalıb. Və bu adamlar aldadıblar ki, müqavilədə kompensasiya ödəniləcək sizə, amma buna baxmayaraq həmin söz verilən kompensasiya ödənilməyib. İndi sakinlərin dediyinə görə həmin pilot hansı ki bina tikiləcək, həmin binada isə satış qiyməti katlavan deyilən bir söz var, yəni bünövrədən 7000 manatadır kvadrat metri. Əgər siz bir balaca ərazidə bir 20-18 necə deyim, mərtəbəli bina tikəcəksiniz. Ən azı orada bir 2000 ailə məskunlaşa biləcək. Bəs siz onun vurun həmin o götürdüyünüz kvadrat metrdə üzü yuxarı dikdiyiniz kvadratları üstünüzə gələndə neçə 100.000 kvadrat metrləri satacaqsınız 7000-dən və bu adamlara da 2200-dən pul vermişsiniz. 500'ün də 2700 vəd eləyib 2200 vermişsiniz ki o da yarımçıq onun 500 manatını da verməmişsiniz. Bəs bu adamlar neynəsinlər, hara getsinlər, harada yaşasınlar, dərdlərin kimə bildirsinlər? Niyə bu adamları dövlətin üzərinə qaldırırsınız? Niyə o adamların dövlətdən incik salırsınız? Axı bu adamların hər biri seçicidir. Axı bu adamların hər biri seçkilərdə fəal iştirak eləyib. Nəyə görə siz bu adamları incidirsiniz? Nəyə görə bu adamları dövlətin üstünə qaldırırsınız? Axı Cənab Ali Başkomandan, Cənab Prezident həmişə deyir ki, mən hər bir vətəndaşımın prezidentiyəm. Onların hər bir probleminin aradan qaldırılması üçün əlimdən gələni etməyə hazıram, edir də. Bəs siz niyə təyin olunan adamlar sizə o kürsüləri onun üçün verməyiblər ki, bu sakinləri, vətəndaşları incidəsiz. Sizə o kürsüləri ona görə veriblər ki, onun üçün maaş ayırıblar sizə. O vəzifələri ona görə veriblər sizə ki, vətəndaşların xidmətində dayanasınız, onlara qulluq eləyəsiniz. Sizə bu vəzifəni ona görə verməyiblər ki, adamları dövlətdən narazı salasınız. Əksinə, sizə bu vəzifəni ona görə veriblər ki, narazılıqları aradan qaldırasınız. Təşəkkür edirəm hər birinizə bizi izlədiyinizə görə. Paylaşın və abunə olun ki, bu cür vətəndaşların problemləri
sahibləri ilə yaxından tanış olasınız. Onlar hazırda WUF 13-ün də qarşısına gedə bilərdilər. Orada etiraz aksiyası da eləyə bilərdilər. Amma görürsünüz necə dövlətlərin sevirlər. Onlar getmirlər ora. Onlar istəmirlər xaricdən gələn digər nümayəndələr bizim ölkəmizdə şəhər salma ilə bağlı, məhz şəhər salma ilə bağlı olan problemlərin bu cür dırnaqarası həll olunduğunun şahidi olsunlar. Təşəkkür edirəm hər birinizə. Abunə olun, paylaşın ki, daha çox insan bu insanların problemlərindən tanış olsun, bilsin ki, onlar gələcəkdə bu vətəndaşların etdiyi səhvi etməsinlər. Bu cür proseslərdə, yəni evlərin köçürülməsi, sökülməsi, yeni binaların tikilməsi təbii çox gözəl bir şəhər gözəlləşir. İnsanların həyatı rahatlığa doğru gedir. Amma bu o demək deyil ki, siz adamları o balaca rahat evindən götürün, heç rahatlıq nə olduğunu biraz problemi var idi, narahatlığı var idi. Ümumiyyətlə nə rahatlığı var, nə narahatlığı var. Küçələrdə qalıb bu insanlar. Və bu insanların rahatlığını bərpa edilməsi üçün onlara dəstək olaq, səslərini duyuraq ki, onlar da ev-eşik sahibi olsunlar. Və bu cür proseslərdə mütləq və mütləq, baxmayın ki, siz dövlət idarəsindən, məsələn, Bakı şəhər icra hakimiyyətinin qrup gəlir, bu məsələ üzrə olan komissiya üzvləri gəlir. Baxmayaraq ki, onlar dövlət adamlardılar. Yenə də mütləq bu cür proseslərdə hüquqşünaslardan, vəkillərdən istifadə edin ki, hüquqlarınız pozulmasın, həmçinin də haqlarınızı istədiyiniz kimi hüquqlarınızı qoruya biləsiniz. Haqqınızı heç kim əlinizdən almasın və bütün bunlar baş verməməsi üçün mütləq hüquqlarınızı bilin. Təşəkkür edirəm hər birinizə bizi izlədiyiniz üçün.